Salam əziz babanlar, hər birinizi Xudafdan salamlayırıq. Burada sizə deməli bir göl layihəsi var. Onun necə hazırlanması prosesini birbaşa çəkib göstərəcək. İndi bir daha yaxınlaşım, kamera çəkək bunu. Deməli, Müslüm bəy öz xüsusi təşəkkürümü bildirirəm. Həmişə belə məsələlərdə aktiv olur və elmətdən çək insanlar məlumatlansın filan bu kimi məsələlərdə. Bax, burada gördüyünüz kimi deməli gölümüz budur. Membran sərilir hal-hazırda alt qisminə. Gördüyüm əsas məsələ bu nədir? Daş kulyonkanı partlatmasın deyənə. Vacib məsələdir. Buna xüsusi diqqət yetirin. Gölümüz də budur. Layihəni aparan Əbdülsalam bəygildir. Birazdan onunla da danışıq eləyəcək. O da yuxarı tərəfdə orada durub. Onlarla da bütün bu membran məsələlərini, göl, salafan filan eləmək, hamı xırdalıqlarını onlarla danışacaq. Necə olur filan. Bu YouTube'da mən bu videoya rast gəlməmişdim. Müslüm bəy də dedi ki, elbətə heç mən ruslarda və türklərdə başqa kanallarda da rast gəlməmişəm. İmkanda çəkərsən. Biz də damlama sistemini qururuq Xaçmazda. Mütləq gəlib bir saat bura vaxt ayırmaq istədim, görmək istədim. Çünki bizim özümüzün də gölləri olacaq. Onlarda da hələ Əbdülsalam bəygilin komandasına müraciət edəcək. Bu ana göldür, bura gördüyünüz kimi. Sonra sizə balaca köməkçi gölünü göstərəcəm onun. Oradan bulanlıq su gəlib birinci ora tökülür. Əbdülsalam bəy də buradadır, gördüyünüz kimi. Bu köməkçidir. Bura salafan atılmayıb. Birinci su bura gəlib töküləcək. Buradan da indi bir daha qazmayıblar. Turbana atılıb ikincisinə. Bəli əziz babanlar, indi Əbdülsalam bəy ilə sizlərlə bir məlumat verəcək burada. Sadəcə olaraq kameranı tutmağa başqa yoldaş yoxdur. Yəni belə çəkmək qərara gəldim. Əbdülsalam bəy, xoş gördük sizləri. Sağ olun, Allah razı olsun. Salamatçılar, çox sağ olun. Təşəkkürlər məlumat verdiyinizə görə. Bu ərazi barədə deməli gölü çoxdur məlumat yoxdur internetdə. Mən sizdən elə Müslüm bəy də sağ olsun dedim ki, bir də imkansa bunu çəkək. Burada işlər necə başlayır və nələrə daha çox diqqət yetirməliyik? Bir məlumat verərdik imkansa. Allah razı olsun. İnşallah Müslüm müəllimə də elə minnətdarımızı bildirək ki, həm yeri gələndə təbliğat mənasında olsun, həm məlumat olsun ki, müəyyən bağbanlar üçün ki, gələcək işləri üçün, yəni belə məsələlərdə nətər deyək, məlumatlı olsunlar ki, daha nələrə fikir versinlər də belə bir mənasında. Əbdülsalam bəy, mən istəyirəm ki, söhbətimiz təbii modda davam eləsin. Həmişə çalışıram ki, elə olsun. Bu necə deyim, vacib məsələlərdən biridir. Çünki belə göllərdə müəyyən maddi vəsaitlər xərclənir və sonra hər hansı bir səhv olsa da geri dönüşü yoxdur. Çünki hər hansı bir nəsə problem yaranıbsa, onu tezdən çıxarıb tezə kulyonka atılmalıdır onu. Məsəl üçün göllərin altına saman tökürlər, kardon eləyirlər, nə bilim köhnə daroşkalar, xalçalar filan belə sərənlərini görmüşəm. Amma sizdə professional bir iş gördüm burada. Düzdür, Müslüm bəy də həmişə Müslüm bəyə də buradan təşəkkürümü bildirirəm. Belə məsələlərdə həmişə həqiqətən aktiv olur o da. Yəni Müslüm bəy sizə də təşəkkürümüzü bildiririk buradan. Yəni burada da belə bir məsələ olan kimi dedi ki, əlbəttə çəkinə mən internetdə də çox belə bu barədə məlumat görmədim. Sizdə bir də sərdiyiniz geotekstil gedir də bu onun adı. Bəli, keçə. Çox da baha deyil də bu, normal. Yox, bu demək qalınlığından asılı olaraq, yəni 100 qramlıq olur. Məsələn, tutaq ki, 1 kvadrat metrədən 100 qramlıq ola bilər, 150 qram, 200 qram. 500 qrama qədər olur bunun elə bil ki, 1 kvadrat metrəsində. Yəni qiymətləri də yəni 50-60 qəpikdən başlayaraq harasa 1 manat 70 qəpiyə qədər də hardasa 500 qramlığa. Yəni o da asılıdır ki, göldə nə qədər daş var, nə qədər daşın üstündən membran səriləcək. Ona görə ondan asılı olaraq demək geotekstilin demək hansından istifadə ediləcək və o da qiymətə də təsir edir. Bu geotekstili biz burada sərəndən sonra kulyonkanı açırıq. Bir də ki,
Əgər ərazi böyüksə, öz əməkdaşlarınızdan göndərirsiniz. Bəli, bir mənalı olaraq Hə. gəlir. Elə bil ki, heç olmasa bir nəfər adam göndərirəm mən. Hı hı. Bir mənalı olaraq geomembranın açılmasında, membranın açılmasında iştirak eləyir. Başa salır, məsələn, tutaq ki, eni açılır, sonra uzunluğa və yaxud nətərsə, sonra bir yerdə düşülür, yoxlanılır tam olaraq. Hı hı. İstəyir sifarişçi tərəfindən və bizimki biz tərəfindən. Bundan sonra elə bil ki, suyu doldurulmağını başa salınır ki, nətər formada bu su doldurulsun, hansı ardıcıllıqla və su doldurulmağına başlanılır. Yəni bu su doldurma, yəni ki, membranın təhvili burada yoxlanılıb suyu doldurmağa başlanılan andan elə bil ki, hesab olunur da elə. Mən bayaq sizinlə söhbət eləyəndə dediniz ki, Elmətdin, suyu dolduranda da etap-etap, yavaş-yavaş doldurmalan birdən-birə. O barədə məlumat verə bilərik. O proses necə olmalıdır? Yəni birmənalı olaraq bəzən görürsüz ki, insanlar bağ yiyələri elə bilirlər ki, elə bir dəfəlik suyu tez bir mənada doldurulsalar yaxşıdır da. Olur da bir yana qalan. istəyirlər, Həm yoxlamaq, səbirsizləşirlər. həm yoxlamaq mənasında, həm də bəzən elə olur ki, məsələn, arxla məsələn tutaq ki, kanaldan suyun verilməsi hər dəfə mümkün olmur deyənə. Aha. Bəziləri eləsəmə bir günlük icazə alır, 2 günlük icazə alır, tez istəyir ki, doldursun belə bir mənasında. Həmişə suda gəlməyəndə belə bir mənasında. Amma o düzgün deyil də. Ən əsası olaraq başlanğıc vaxtında ən aşağısı 3 gün ərzində doldurmaq lazımdır. Etap-etap, hissə-hissə doldurulmalıdır. Vəsiyo. Məsələn, doldurulmalıdır, məsələn, tutaq ki, müəyyən qədəri 1 metrəyə qədər, yarım metrəyə qədər və saxlanılmalıdır. Səhəri gün gəlinməlidir, baxılmalıdır ki, yeri gələndə nətərdir. Məsələn, həm də ki, o suyun urveninə baxılmalıdır, səviyyəsi görünür də elə bil ki də axşam gedəndə. Ki, məsələn, suyun səviyyəsi tutaq ki, 1 metrədədir, yarım metrədədir, qaldı. Səhər də gəldin, baxdın ki, suyun səviyyəsi düşməyib, hər şey normaldır. Sonra yarısına qədər doldurulur. Bir gecə də saxlanılır. Səhəri gün yenə də gəlinir, baxılır. Ondan sonra 3-cü günü məsələn tam doldurmaq olar. Tam doldurulur və saxlanılır bir günləri. Görürsən ki, məsələn, suyun səviyyəsi dəyişməyib, normaldır hər şey. Ondan sonra membranın qıraqlarını bağlamaq olar. Yəni birdən-birə məsələn tutaq ki, bu da səhvlərdən biridir. Elmətdin müəllim bir yana qalanda ən böyük səhvlərdən biridir. Məsələn, membran açılır. Membran açılandan sonra qıraqları, bu arx ki var burada belə, bu arxı. Bura membran qoyulur və üstü torpaqlanır. Elə təsəvvürümüzə gətirək ki, membranın üstü torpaqlanıb, içərisində də ki bir növ oturub da bir yana qalanda. Amma onun başlayan su doldurmağa başlayanda dartılır. Yəni nə üçün ki, altında olan torpaq hər halda məsələn tutaq ki, bərkiməmiş torpaqdır da bir yana qalanda, o oturmalıdır. İndi məsələn bu boyda göldə bir hardasa 1000 tona yaxın su olacaqsa, onun təzyiqi qeyri-ixtiyari membrana təsir edəcək. Ona görə onu yavaş-yavaş eləyəndə, qıraqlar da açıq variantda olanda, membran oturduqca o qıraqdan çəkilir bir yana qalanda. Həm də əsas olaraq axşamüstülər qeyri-ixtiyari divarlara fikir vermək lazımdır ki, membranda. Axşam havalar soyuyur deyənə, soyuyanda qeyri-ixtiyari membranda çəkilmələr əmələ gəlir. Membran da soyuq havada dartılır bir deyənə də. Görünür ki, məsələn, tutaq ki, harda nağara kimi dartılma varsa, ora membranı nə etmək lazımdır? Müəyyən qədəri aşağıya vermək lazımdır ki, yəni ki, dartılma olmasın. Dartılma olası olsa müəyyən qədər membranı partlatmaq ehtimalı var. Əsas məsələlərdən dedik ki, altına saman filan bu kimi məsələlərə qətiyyən istifadə eləmirik. Membran salırıq. Və kulyonkanı sərəndə də düzgün işini bilən insanlardan istifadə eləyirik ki, məsəl üçün düzgün sərsinlər. Hər hansı orada bir problem yaranmasın sonradan. İkinci məsələ də ki, indi burada çoxuna qiymətlər maraqlı olacaq. O bu video 1 ildən sonra da kimsə qarşısına çıxacaq, avtomatik qiymətlər dəyişikliyi olacaq. Ona görə onu açıqlamaq istəmirəm. Belə mən bir kəlmə ona deyə bilərəm ki, əgər Müslüm bəy gəlib sizi tapıbsa, yəni bütün respublikanı araşdırıb, ən uyğun və keyfiyyətli işi görən sizsiniz ki, sizinə görə mən bir dənə bunu deyə bilərəm. İndi bizdə də göllər məsələsi olacaq, biz də sizə müraciət edəcəyik. İnşallah. Bir də kulyonkanı göstərək inşallah. Çünki mən də burada bizdə damlama qurulur, o tərəfə gedəcəm. Amma sizdən xahişim olacaq ki, yoldaşlar
Klunkana açanda kadr alsınlar. Biz danışa-danışa ekrana gələr. İnşallah, O inşallah, tapşırarıq indi o inşallah, yoldaşlara. inşallah. Bu klunkanı göstərə bilərikmi Bəli, biz? bəli. O barədə danışaq. Yəni bu membranlardır. Bəli. Bunların bugünkü gündə Azərbaycanda Hı hı. hardasa qalınlığı 450 ilə 500 mikrondur. Yəni bu membranların da nə bilmirəm indi tarixçəsi formasında danışmağın da bəlkə Yo, də yo, yo. ehtiyac da deyil olmağına. Bəli, ehtiyac deyil. Hə, bu Sumqayıtda istehsal olunur. Yəni bu membranın belə deyək ki, əslisi deyil bir mənalı Hı hı. olaraq. Yəni ki, onu da yəni ki, nətər deyim, Qeyd eləyək. qeyd eləyək ki, bu ümumiyyətlə membranlar hansı ki, kapitalist ölkələrində bu istehsala başlanılmışdı. Bu hardasa ən aşağısı 1000 mikron olur qalınlığı. Əsasən isə 1500 mikronlardan zaten da istifadə Hı olunur hı. bir alanda. Amma Azərbaycanda onu istehsal eləmək biraz elə aparatura yoxdur. Yəni cihazlarımız yoxdur da elə bil ki, elə aparatlar yoxdur. Ən maksimum 350 mikron olurdu. Bugünkü gündə isə 450-500 mikron olaraq biz istehsal eləyirik də Bu belə yerli mənasında. Yerli istehsalımızdır da istehsaldır. xaricdən gəlməyib. Buna görə. Xaricdən gələn. Xaricdən Hı. gələnlərin qiyməti bundan hardasa bir 3 dəfə Bahadır. baha başa gəlir. Həm də xaricdən gələnləri birmənalı olaraq sahədə bir-birinə qaynaq eləmək lazımdır. Ona görə elə qaynağın qaynaq eləməyin, onun işçilik xərci bu membranın işçiliklə nətər deyim, materialın özünün qiymətinə təxminən yaxındır. O Hı hı. mənasında bu elə əvəzedicisi olsa da, membran əvəzedicisi olsa da sərfəlidir Hı hı. onu işlətmək. Həm də Eyni işi qeyri-ixtiyar görür də. eyni işi görür. Bəli. Amma bunun bir məsələsi var ki, bunu nətər deyərlər, bunu qorumaq lazımdır. Bu yeri gələndə yüngüldür deyənə, Hı hı. məsələn, küləkdən qorumaq lazımdır ki, Ətrafını yaxşı ətrafı bağla. yaxşı bağlansın eləsin. Küləkli olanda məsələn içərisində həmişə su dolu olsun, qalsın. Belə bir məsələlərə fikir vermək Bu lazımdır. hal-hazırda neçə mikrondur bu? Bu hardasa 450-500 mikrondur. 450-500. 450-500 mikron. Ən qalın hansını istehsal eləyə bilirsiniz? Yəni elə Hələ olan, budur. hə, Hə. elə oldu. Bir də ki, Abdüsalam bəy, o birisini xarici ölkələrdə olanı istehsal eləsək də mənə elə gəlir ki, bu bazarda özünün yerini tapa bilməyəcək. Bağbanlarımız çox ona üstünlük göstərmir. Yəni bilirsiniz nətərdir? Yəni həm qiyməti baha olur. Bəli. Bir məsələni də bir də məsələni də nəzərinizə çatdırım ki, bizim sularımız hamısı bulanlıq sulardır da. Bir yana Bəli, qalanda lilli sular. Samurdan gələn lilli sulardır da. Qeyri-ixtiyari müəyyən bir müddətdən sonra burada lillənmə olacaq qeyri-ixtiyari. Bir var ki, məsələn tutaq ki, hardasa 10 manata, 12 manata başa gəlmiş bir dənə membranı təmizləyəndə qeyri-ixtiyari bu cırılacaq, müəyyən bir xətərlər toxunacaq da bir yana qalanda. Hı hı, bəli, bəli. Çıxardıb qırağa təzəsindən əvəz eləyirsən. Bir də var ki, hardasa ondan bir 4-5 dəfə aşağı qiymətə olanın, məsələn tutaq ki, bir 10 ildən, 8 ildən sonra nəsə eləmək ehtiyac olsa da belə bir mənasında. 10 illə də bağban tam öz maliyyəsini həll eləyəcək. Bir dəqiqə ona ən az maliyyə ilə bu işi bağlamaq lazımdır. İnşallah. Belə baxanda. Digər məsələni də bir şey eləyim. Bir neçə yerlərdə yəni ki, biz təsadüf eləmişik. Bağbanlar məsələn tutaq ki, birbaşa olaraq o lilli suyu vururlar məsələn gölün içərisinə. Bu düzgün deyil. Məsələn tutaq ki, burada ki məsələn fikir versiniz, burada atstoynik kimi bir dənə çökdürücü kimi bir dənə hazırlanıb da. Ona görə gələn su gəlməlidir, orada çökdürülməlidir. Ondan sonra nisbətən durusu verilməlidir Əsas gölə. əsas gölə. İnşallah olsun belə. Belə. Mənə elə gəlir ki, bütün sualları cavablandırdıq. Belə Hı. sizə ən çox telefonda gəlib sual olunan məsələlər var. Məsələn, danışmadığımız ki, məsələn, məni çox bu sualla narahat edirlər. Bu sualı cavablandırmaqdan özüm də bezmişəm, amma belə olmalıdır dediyiniz bir məsələ var. Belə olmağı deyəndə ən əsas fikir vermək lazımdır. Bəzən məsələn olur ki, bağbanlar məsələn də qazıyırlar da, göllərin qazıyırlar. Məsələn, tutaq ki, elə bu günləri Xaçmazın ərazisində hansıdır o müşfiq tərəflərdə desən, qazıyıb görür su çıxıb. Hardasa bir 20-50 santiyə qədər su çıxır Aha. yerindən də. Və onun üstündən membran sərmək istəyir də bir yana qalanda. Amma qeyri-ixtiyari bu mümkünsüzdür. Bəli, Əbdüsalam bəy, deyirdiniz su çıxan ərazilərdə, yəni. Su çıxan əraziləri qeyri-ixtiyari məsələn onu
doldurmaq lazımdır. Məsələn, tutaq ki, orada 30 sm su çıxıbsa, 30 sm torpaqla doldurmaq lazım. Qazmaq lazım deyil ondan sonra ki, məsələn, qurunt suları çıxmışın üzərinə membran atılsın. Qeyri-ixtiyari altında boşluq əmələ gələcək. Üstündən su da vurandan qeyri-ixtiyari yerdə palçıqdır deyənə membranın partlamaq ehtimalı daha çoxdur. Digər məsələdən biri də, məsələn, tutaq ki, göl qazılır. Görünür ki, məsələn, artıq daş çıxır da bir yana qalanda da. Yəni bu daş çıxırsa, o daşı daha da məsələn, tutaq ki, aşağı getməyin böyük bir şeyi yoxdur. Əgər imkandırsa, elə o daşın səviyyəsində saxlayıb biraz eninə ölçülərin biraz böyütmək daha məqsəd yönlü ola bilər də bir yana qalanda. Bu mənasında belə bir nətər deyim, insanlarımızda səhv təsəvvürlər var, belə bir mənasında olar da. O yer itkisini az olsun deyənə ona eləyirlər, amma Digər məsələn, bir məsələni də nəzərə çatdırım. Bir çox bəzi yerlərdə indi o asılıdır yəqin ki, o traktoristlərin şeyindən. Onlar üçün sadədir ki, yeri gələndə gölü dikinə qazsınlar bir yerə qalanda. Dikinə qazıyanda onlar üçün sadə olar, amma maili tez başa gəlir. Amma maillik verəndə onlar üçün biraz yəqin ki, biraz çətinliklər olur. İmkan daxilində ümumiyyətlə olmalıdır 45 dərəcə altında bir yerə qalanda. Yəni ki, 6 metrə dərinlik ya 4 metrə dərinlik varsa, qıraq tərəfdə bir 4 metrə çıxmalıdır. Amma o qədər böyük bir də olmasa, heç olmasa 2 metrə qırağa çıxmalıdır ki, bir 30 dərəcəlik bucaq altında olsun. Belə nisbətən bu da yeri gələndə nisbətən yaxşıdır, amma biraz da maillik olsaydı bu göldə də o daha yaxşı, effektli ola bilərdi. Gələcəyinə bağbana, məsələn, ondan istifadə eləyənə nətər deyim, böyük əziyyət verməzdi gələcək üçün. O məsələdə biz də çalışırıq ki, gölü qazıyanlara, professionallara, məsələn, Xaçmaz ərazisində 2 nəfər tanıyıram, olan komandalarına müraciət edirik ki, ona xüsusi diqqət yetirsinlər. Diknə vurdum, getdim. Çünki aşma da verir sonradan. Bəli, bir mənalı olaraq, bəli. Bir də sizdə nümunələr var idi, demişdiniz, göstərərik. Onu göstərə bilərik. Göstərərik. Kölgə deyil. Problem yoxdur. Bəli, əzbəlanlar, sizə nümunələrimizi göstərəcək indi. Buyurun, sizdədir. Ümumiyyətlə, yəni membranın əslisi ümumiyyətlə xaricdən, yəni ki, gəlib hardasa 1970-ci, 80-cı illərdən ya 60-cı illərdən müxtəlif su çatışmamazlığı olan yerlərdə istifadə olunur da belə bilmə. Ümumiyyətlə polivinil xlorid membranlarıdır. Bunlar da elə bil ki də bu da polivinil xloriddir, amma ki məsələn tutaq ki, hərəsinin özünün istifadə sahələri var da bir yandan. Ondan asılı olaraq, qalınlığından asılı olaraq məsələn tutaq ki, bu birlikdir. Bu görürsüz bir yarımlıqdır, yəni ki 1.5-1500 mikronluqdur. Bunların hardasa qiymətləri hardasa 8 manatdan başlayır. Məsələn tutaq ki, içməli su üçün olan şeylər hardasa 1.15 manatadır bir kvadrat metrəsi. Digər bir membran məsələn tutaq ki, belə PVC şeydə var, polivinil xlorid. Məsələn, başqa polivinil materialları var. Bunların hərəsinin özünün azından var. Ən qalını hansıdır bunlardan? Qalınları hamısında qalını var. Məsələn, tutaq ki, var 1 milli var, 1.5 milli var və 2 milli var. Əsasən bunlar işlənilir də, elə bil ki də. Digər bir membranlar var. Bunlar HDP membranlar. Bir dəqiqə düzəltim bunu. Bu HDP membranlardır. Yəni ki, yuxarı sıxlıqlı. Bunlar möhkəm olur. Görürsünüz, taxta kimidirlər də. Bəli. Bunlar da hardasa 1,5-dır qalınlığı, amma şey. Bunların qiyməti neçə olur? Bunların qiyməti hardasa 6 manatadır. 6 manatadır. Amma bunların vurulma xərci haradasa Üzürlü sayın. Bunların vurulma xərci hardasa 2 manata yaxındır. Məsələn, bu isə məsələn tutaq ki, biz istifadə elədiyimiz LDP membranlarıdır ki, hardasa 450-500 mikrondur. Digər məsələlərdən də birində deyim, yəni yerində. Harada ki, məsələn tutaq ki, bizlərdə bir 7-8 il bundan qabaqlarında başlamışdı ki, su çatışmamazlığı və insanlar nətər deyim, belə göllər qazıyırdılar və su nətər deyim, damlama sistemlərinə intensiv bağları qurmağa başlayanda qeyri-ixtiyari
su ehtiyatdan yığmaq lazım idi. Onun üçün birinci növbədə başladılar müəyyən bir plyonkadan istifadə eləməyə də gölün içərisinə sərməyə. İlk olaraq ələ gələn nətər deyim Sadə olan. sadə nətər deyim istixanalarda istifadə elənən plyonkaları sərirlər. Bəli, bəli. Məsələn, ağ plyonkalar idi də elə bil ağ formasında. Yəni onu da ki bir vaxtlar nətər deyək Effekt vermə. ütü ilə, yəni ki şalvar ütüsü ilə ütüləyib sərirlər. Müəyyən yerdə effekt verirdi, müəyyən çox yerlərdə isə effekt vermirdi. Ümumiyyətlə membranlar tünd rəngdə olmalıdır. Görürsünüz ki, hamısı tünd rəngdədir ki, alt tərəfə, yəni ki bu da əsas məsələlərdən biridir. Bağbanlar üçün də məlumatları olsun ki, alta parnik effekti verməsin. Əgər tutaq ki, ağ membran sərilərsə, ağ membran onun altında qızışma gedərək, məsələn, kötüklər varsa, kötüklər inkişaf eləyir. Məsələn, ot çıxır, nə edirsə, qəmiş çıxır və o membranı deşə bilir də bir yana qalır. Sonradan xətər getirir, sonradan problem olur. O məsələlərdən biridir. Digər məsələlərdən, yəni ki, ütülə ütüləyirdilər və sərirdilər də bir yana qalanda. Ütülə eləyəndə, məsələn, tutaq ki, bunun üst tərəfi əriməlidir ki, alt tərəfi də ərisin ki, bir-birinə birləşsin, yəni yapışsın da belə bilmə. Amma üst tərəfi, alt tərəfi əriməsi üçün üst tərəfi o qədər əriyir ki, biliyorsun, o yanma verir də. Yəni yanmanı biz özümüz bilavasitə görməsək də qeyri-ixtiyari bu müəyyən vaxtdan sonra çatlar verir. Çatlar verir və buraxma var. Amma biz bunların qaynaqlarını fikir verirsinizsə, nətər deyim, xüsusi robot aparatlarla elənir ki, bu iki dənə şeyin arası ilə, elə bir ki, membranların arası ilə gedir, qızdırır, altını da qızdırır, üstünü də qızdırır, sonradan onu elə bir ki, presləyərək bir-birinə yapışdırır. Və belə bir formada şey alınır. Və bunun da nətər deyim, açılma effekti, yəni sıfıra bərabər kimidir, elə bir ki, mənasında. Bəli. Bu membranlarımızı da göstərək. Membranları göstərdik. Bugünkü gündə yəni bu keçə materialı deyək ki, məsələn tutaq ki, geotekstil materialı ki deyək, bunlardan belə olurlar. Bayaq bir yerdə qeyd elədik ki, məsələn saman bəziləri eləyir, nə edir? Müəyyən vaxtdan sonra membranın altında qalanda o nəmişlikdən qeyri-ixtiyari bir aydan, para aydan sonra çürüyür, yenə də daşın üstündə oturur, yenə də kəsəyin üstündə oturur və qeyri-ixtiyari yenə də həmin effekti almaq olmur. Amma bunlar isə, bu keçə, geotekstillər isə süni liflərdən hazırlanır. Yəni nə qədər suyun içərisində qalası olsa da bu çürümə vermir. Və ona görə bir növ ki, betonun içərisində armatur olan kimi bu da membranı armatur kimi qoruyur. Bunlar da ki, qıraqlara belə nətər deyim, xüsusi dubillər var. Bunlar elə vurulur və bərkitilir elə bir ki, divarlara, belə bir şeylər var. Bəli, bayaq onu da prosesini çəkdim. Bəli. Çox sağ olun Abdülsalam bəy, təşəkkürlər məlumata görə. İnşallah ki, başqa gözəl layihələrdə görüşərik. İndi sağ olun. Bağbanlarınıza başqa nəsə sözünüz varmı belə? Can sağlıqlar olsun. Nətər deyim, bəzən belə bir şeylər, deyimlər olur, deyir, işinizi peşəkarlara həvalə edin. Belə bir mənasında. Məsələ onda deyil ki, bir yana qalanda indi biz olsun və yaxud bir qeyrisi olsun. Amma ki, hər halda hər bir işin öz peşəkarına həvalə verilməsi olsa, yəni ki, xeyirli olur Allah qoysa. İnşallah. Çox sağ olun. Can sağlıqlar olsun. Sağ olun əziz bağbanlar. Abdülsalam bəyinə də ətraflı məlumat verməyə çalışdıq. İndi qalan, mən elə gəlir ki, hər şeyi danışdıq. Hər kəsin işlərini doğrurlar.